Prostat vəzi bilirsiniz ki, kişilərin ən böyük problemidir. Prostat vəzi kişinin ikinci ürəyidir. Yəni qan təchizatına görə ürəkdən sonra ikinci ən zəngin qan dövran elədiyi yer kişilərdə prostat vəzidir. Kiçik bir orqanda, normalda kiçik bir orqandır, təbii ki, sonra o yaşla əlaqədar böyüyə bilir. Böyüdükcə neyinir? Sidik kisəsini sıxır, sidik axarını sıxır və son nəticədə nə olur? Qalıq sidik qala bilir. Tam sidiyə çıxa bilmir insanlar. Ondan sonra və o görürsən ki, qalıq sidik qalanda da, çox qalanda əlavə neyinir? Pis qoxu verir ətrafa. Və qalxan infeksiya inkişaf elə bilər yuxarıya doğru. O da daha ciddi xəstəliklərə gətirib çıxara bilir. Bundan başqa nə verir? Böyüyür və dediyimiz kimi təzyiq elədiyinə görə məcbur olurlar gecə bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, elə olur 12 dəfə sidiyə çıxır insanlar. O da sosial problem deyil, təkilər də yatma qoymur. Özü də zülüm çəkir, əziyyət çəkir. Ona görə də prostat vəzinin qorumaq lazımdır. Qorumaq üçün, bax, keçmişdə heç vaxt prostat vəzinin problemi olmuyor. Prostat vəzinin böyüməsi olmuyor. Nəyə görə? İnsanlar at minirdi, eşək minirdi. Yəni, prostat vəzi daimi masaj olurdu. Ona görə də heç vaxt olmuyor bu problem. Müasir dövrün ən yayılmış problemlərindən biri, prostat vəzinin xəstələrindən biri, prostat vəzinin adenomasıdır. Yəni, xoş xassəli kişidir. Kişilərdə xərçəng vəzi prosesi başlayan kimi pesanın miqdarı qalxır. Düz, digər səbəblərdən də qalxa bilər, ancaq əsasən bəd xassəlikdə, yəni xərçəng xəstəliyində pesa qalxır və onun əsasında vaxtında diaqnoz qoyulub, tam müalicə oluna bilir insanlar. Məsuliyyətli insanlar təbii ki. Eyni zamanda təbii ki, prostat vəzdəki problemlər cinsi zəifliyə də təsir elə bilir, erkən boşalmaya da təsir elə bilir. Bundan başqa prostatit, prostat vəzinin iltihabına gətirə bilir. Deyirsiniz ki, doktor, mənim su gələn kimi olur, cinsiyyət üzündən, elə bil təmiz, saf ləkə kimi düşür. Prostat vəzinin iltihabı olanda olur. Prostatit olanda olur. Təbii ki, prostatda eyni zamanda müxtəlif infeksiyon və yolxucu xəstəliklər də verə bilər. Yolxucu xəstəliklər, məsələn, tutaq ki, süzənək, veneroloji xəstəliklər də o çirkin əməliyyatına səbəb ola bilir.